deyək ki, ər-arvad arasında mübahisə gedir, boşanma baş tutmayıb, mübahisə davam eləyir və mübahisə gedişində tərəflərdən biri vəfat edir. Bu halda sual yaranır ki, digər vərəsə mirasda iddia qaldıra bilərmi? Ümumiyyətlə, mirasa qarşı tələb hüququ ilə çıxış eləyə bilərmi? Bununla bağlı bilinməlidir ki, qanunda dəqiq gəlmə qanunu 2 ilə 3 il olmalıdır. Səhv eləmirəmsə, faktiki nikah münasibətləri 2 ya 3 il olmalıdır. Aralarında olmamalıdır. O halda da dispozitiv normadır. Yəni məhkəməyə səlahiyyət verir ki, məhkəmə onu faktiki vərəsə kimi tanıya da bilər, tanımaya da bilər. Yəni məsələn tutaq ki, ər verdi arvadı məhkəməyə, ər bu gedişlər əmrdə gedir və əksi də məhkəmə prosesi gedir, məhkəmə 6 ayda gedir. Söhbət boşanmadan gedir. Bəli. Konstitusiya məhkəməsi bundan bağlı mövqeyi aşkardır ki, o qanunda nəzərdə tutulan müddət səhv eləmirəmsə 3 il olmalıdır. 3 ildən aşağı olsa olmaz. Yəni bu 3 il nədir? Bəli, 3 il ərzində bunlar faktiki olaraq ayrı olmalıdır. Yəni 3 il olmalıdır bunların faktiki təsərrüfatların ayrılmaları. Belə demək mümkündürsə. Yəni əgər o müddətdən azdırsa, deyək ki, 1 ildir bunlar dalaşırlar, 1 ildə savaşırlar, məhkəmə prosesi 1 ildir gedir. Konstitusiya məhkəməsinin mövqeyi bundan ibarətdir ki, təcrübədə məhkəmə gedişində barışan vərəsələr olduğuna görə, daha doğrusu ər-arvad olduğuna görə, ona görə tövsiyə, belə qayda nəzərdə tutulub ki, qanun ona görə 3 ili nəzərdə tutub. Bu baxımdan da 3 il ərzində faktiki olaraq, rəsmi olaraq boşanmasalar belə, faktiki olaraq ər-arvad münasibətləri bitən şəxslər vərəsə hesab edilməyə bilər. Bu da imperativ, yəni düzünə göstəriş deyil. Yalnız buna məhkəmə qərar verə bilər. O vərəsə hesab oluna bilər və ya oluna bilməz.